Qəzəb. Bu sözü eşidəndə ağlımıza nə gəlir? Yəqin ki, qırılan qəlblər, deyilən ağır sözlər, nəzarətdən çıxmış anlar, bir sözlə dağıntı. Bəs mən sizə desəm ki, qəzəbin başqa bir üzü də var. Hətta müqəddəs bir üzü. Çox qəribə səslənir, elə deyilmi? Amma müqəddəs kitab məhz bu mürəkkəb mövzuya heç gözləmədiyimiz bir tərəfdən yanaşır. Elə isə gəlin birbaşa əsas suala keçək. Qəzəblənmək həmişə, istisnasız olaraq günah sayılırmı? Baxın, işin maraqlı tərəfi də budur. Cavab sadə bir bəli və ya xeyir deyil. Əvəzində, müqəddəs yazılar bizi sanki bir detektiv roluna dəvət edir. Gəl, deyir, bu qəzəbin kökünə enək. O haradan gəlir? Niyə yaranıb? Və ən əsası, hara gedir? Bugünkü söhbətimizdə biz nələrə baxacağıq? Əvvəlcə qəzəbin bu iki fərqli üzünü aydınlaşdıracağıq. Sonra mükəmməl nümunələrə, yəni Allahın və İsa Məsihin salih qəzəbinə nəzər salacağıq. Və sonda bütün bunları öz həyatımıza tətbiq edəcəyik. Görək, öz qəzəbimizi necə idarə edib sülhə çata bilərik. Yaxşı, elə isə başlayaq birinci hissədən, qəzəbin iki üzü. Gəlin aydınlaşdıraq, bu güclü hissi nə vaxt salih bir reaksiya, nə vaxt isə dağıdıcı bir günah adlandırmaq olar? Baxın, bütün məsələnin açarı buradadır. Müqəddəs kitab deyir ki, qəzəbin özü-özlüyündə nə yaxşıdır, nə də pis. O, sadəcə bir alətdir. Gəlin bir çəkic təsəvvür edək. Bu çəkiclə gözəl bir evdə tikə bilərsən, ya da hər şeyi darmadağın da edə bilərsən. Fərq alətdə deyil, onu istifadə edən əldə və niyyətdədir. Deməli, qəzəbin mənəvi dəyəri onun mənbəyindən, səbəbindən və hədəfindən asılıdır. Bu, həqiqətən də qəzəbə baxışımızı kökündən dəyişir. İndi gəlin məsələnin ən fundamental hissəsinə keçək. Allahın salih qəzəbi. Bu bizim tez-tez yaşadığımız o emosional, şəxsi, bəzən də nəzarətdən çıxan qəzəbin tam əksidir. Əslində salih qəzəbin nə demək olduğunu anlamaq istəyiriksə, baxmalı olduğumuz yeganə mükəmməl nümunə elə budur. Gəlin müqayisə edək. İnsan qəzəbi necə olur? Adətən ani bir partlayış. Kimsə bizi təhqir edir, haqqımızı yeyir və biz dərhal reaksiya veririk. Kontrolu itiririk. Allahın qəzəbi isə tam fərqlidir. O heç vaxt kontrolsuz deyil. Bu, günaha, ədalətsizliyə qarşı düşünülmüş, ölçülüb biçilmiş, müqəddəs bir reaksiyadır. Biri şəxsi incikliyə, digər isə ilahi prinsipə cavabdır. Yaxşı, bəs Allahı konkret olaraq nə qəzəbləndirir? Onun qəzəbinin hədəfi nədir? Müqəddəs yazılara baxanda 4 əsas şeyi görürük. Birincisi, bütpərəstlik, yəni yaradanın yerinə yaradılmış bir şeyə üz tutmaq. İkincisi, günah, yəni onun qaydalarına qarşı açıq-aşkar üsyan. Üçüncüsü, ədalətsizlik, yəni bir insanın digərinə zülm etməsi. Və dördüncüsü, tövbə etməmək, yəni ürəyin sərtləşməsi. Fikir verirsiniz, bunların heç biri şəxsi bir məsələ deyil. Hamısı ilahi nizamı və harmoniyanı pozan hərəkətlərdir. Amma burada çox vacib bir məqam var, bunu əsla unutmamalıyıq. Bəli, Allahın qəzəbi realdır və ciddidir. Lakin onun xarakterini təyin edən şey qəzəb deyil, mərhəmətdir. Müqəddəs kitab dönə-dönə eyni şeyi təkrarlayır. Rəbb qəzəbdə ləng, mərhəmətdə isə boldur. Yəni, onun qəzəblənməsi üçün çox səbəb lazımdır. Amma mərhəməti həmişə daha güclüdür, həmişə bir addım öndədir. Yaxşı, əgər Allahın günaha qarşı qəzəbi bu qədər ciddidirsə, bəs bizim üçün bir ümid var, çıxış yolu nədir? Bütün müjdənin, yəni xoş xəbərin mərkəzində dayanan cavab məhz budur. İsa Məsih. Onun etdiyi şey inanılmazdır. O, bizim günahlarımız üçün haqq etdiyimiz o salih qəzəbi öz üzərinə götürdü. Beləliklə, Allahın ədalətini təmin edərək bizə xilas yolunu açdı. Elə İsa Məsih demişkən, gəlin onun öz həyatına baxaq. Çünki yer üzündə salih qəzəbin necə göründüyünü bilmək istəyir isə, ən mükəmməl nümunə odur. Gəlin bir səhnəni gözümüzün önündə canlandıraq. Məbəd, Allahla görüş yeri, dua evi olmalı olan bir məkan. Amma ora girəndə nə görürsüz? Səsküy, heyvan satanlar, pul dəyişənlər, bir sözlə səsküylü bir bazara çevrilib. Bax, İsanı qəzəbləndirən mənzərə məhz buydu. Və o nə etdi? Masaları çevirdi, alverçiləri oradan qovdu. Amma diqqət edin, bu sadəcə bir əsəb partlayışı deyildi. Kimsə İsanı şəxsən təhqir etməmişdi. Bu, tamam başqa bir şeydi. Bu, onun atasının evinin müqəddəsliyinə edilən hörmətsizliyə qarşı alovlanan müqəddəs bir qeyrət idi. Onun məqsədi dağıtmaq yox, təmizləmək idi.
Deməli görürsüz, İsa'nın qəzəbinin mərkəzində onun öz egosu yox, sevgi dayanırdı. Bir tərəfdən Allaha və həqiqətə olan sevgi, digər tərəfdənsə aldadılan insanlara olan sevgi. Onun qəzəbi heç vaxt dağıdıcı olmadı, əksinə həmişə bərpa etmək, düzəltmək məqsədi güdürdü. Yaxşı, Allahın və İsa'nın mükəmməl nümunələrini gördük. İndi isə güzgünü özümüzə tərəf çevirək. Bəs biz, qüsurlu insanlar, öz qəzəbimizlə nə etməliyik? Onu necə idarə edə bilərik? Baxın, müqəddəs kitabın bu barədə verdiyi ən güclü və praktiki məsləhətlərdən biri Yaqubun məktubundadır. Eşitməyə cəld, danışmağa ləng, qəzəblənməyə ləng olun. Bu nə deməkdir? Çox sadə. Qəzəblənəndə avtopilot rejimini söndür. Dərhal cavab vermə. 1 saniyəlik pauza ver. Əvvəlcə dinlə, anlamağa çalış, sonra düşün və yalnız bundan sonra danış. Təsəvvür edin, təkcə bu qayda həyatımızda nə qədər problemi həll edə bilərdi. Efeslilərə məktubda isə daha konkret 3 addımlı bir plan verilir. 1. Qəzəblənin, amma günah etməyin. Yəni, qəzəb hissini yaşamaq olar, bu normaldır, amma bu hissə təslim olub günahlı bir hərəkətə yol vermə. 2. Qəzəbinizin üstünə günəş batmasın. Yəni, kini, incililiyi ürəyində saxlama, məsələni uzatma, həll etməyə çalış. Niyə? Çünki 3-cü addım bir xəbərdarlıqdır. İblisə fürsət verməyin. Həll olunmamış içimizdə böyüyən qəzəb, mənəvi dünyamızda düşmənə bir qapı açmaq kimidir. Bu əslində bizim bugünkü düşüncəmizə biraz ziddir, elə deyilmi? Biz çox vaxt tez əsəbləşən, qışqırıb bağıran adamı güclü, sözünü deyən biri kimi görürük. Amma müqəddəs kitab deyir ki, yox, əsl güc bu deyil. Əsl güc özünə hakim olmaqdır, qəzəb anında sakit qala bilməkdir. Bu baxımdan tez qəzəblənmək əslində gücün yox, daxili zəifliyin bir nümayişidir. Beləliklə, bütün bu danışdıqlarımızı gəlin yekunlaşdıraq. Bu qəzəb fırtınasının içindən sülhə doğru necə üzə bilərik? Əgər bütün bu söhbəti bir cümlə ilə ümumiləşdirsək, belə deyə bilərik. Qəzəb çox güclü bir qüvvədir. Allahın əlində bu qüvvə ədaləti bərpa edən bir alətdir. Bizim əlimizdə isə bu qüvvə nəzarət edilməzsə, hər şeyi məhv edə biləcək bir silaha çevrilə bilər. Fərq bundadır. Bəs bu dağıdıcı qəzəb vərdişindən necə qurtulmaq olar? Şəfa yolu haradadır? Müqəddəs kitab deyir ki, yol diqqəti öz incikliyimizdən alıb Allahın kim olduğuna yönəltməkdir. Onun nə qədər səbirli, nə qədər mərhəmətli olduğunu dərindən dərk etdikcə nəsə baş verir. Onun səbri bizim səbirsizliyimizi, onun məhəbbəti isə bizim kinimizi sağaltmağa başlayır. Şəfa budur. Və yekun olaraq, icazə verin sizi bir sualla baş-başa buraxım. Bir anlıq tam səmimi şəkildə özünüzdən soruşun. Mənim qəzəbim dağıdır, yoxsa qurur? Münasibətlərimi məhv edir, yoxsa daha ədalətli bir vəziyyət qurmağa kömək edir? Bu suala verəcəyimiz dürüst cavab bəlkə də hər şeyi dəyişə bilər.